Salam, hamınızı xoş gördük. Bugün bazar günüdür. Evdə uşaqlar üçün biskvitli tort hazırlayıram. Bax, bizə lazımdır bir stəkan şəkər tozu. Stəkanın başından aşağı un. Baxın. Aha. Bizə lazımdır stəkanı tamamlamaq üçün kraxmal. Qarğıdalı kraxmalı. 5 dənə də yumurta. Bir qaşıq da qabartma tozumuz. Biz yumurtaların ağını sarısından ayırırıq. Bu mütləqdir. Bizim biskvitimizin yaxşı şişməsi üçün bunu ayrıca çalırıq. Heç nə göstərmədim. Aha, bu bizim 5 dənə yumurta ağımıza bir çimdik duz əlavə edib köpürənə kimi çalırıq. Sonra az şəkər tozunu əlavə edirik. Baxın. Bu yumurtamızın ağıdır. Çaldıq, qoyduq qırağa. Stəkanımızı yarısından pesokumuzu saxlamışdıq. Bir stəkan pesokun yarısını ağına qatmışdıq. Yarısını da qatırıq sarısını. Sarısını da çalırıq, əlavə edirik ağına. Aha. Sarısına qatdıq yarım stəkan qalan pesokumuzu. İndi sarısını çalıb əlavə edirik ağ bezəyə. Bu da yumurtamızın sarıları. Bunu da çaldıq, köpükləndirdik. İndi əlavə edirik ağına. Sarısını da çaldıq, köpükləndirdik. Qatırıq bunu ağ bezəmizə. Ağla sarımızı qatdıq bir-birinə. Bir taxta qaşıqla ya spatula ilə bunu belə aşağıdan yuxarı doğru qarışdırırıq bir-birinə qatılmağı üçün. İndi bura əlavə edəcəyik kraxmalımızı və unumuzu. Qatırıq bura unumuzu, kraxmalımızı, sonra əlavə edirik unumuzu. Sonra bir qaşıq qabartma tozumuzu əliyib qarışdıracaq. Əliyirik. Həmən yumurta qarışığımızın üzərinə. Elədik mi? Yenə təkrarən qaşıq vasitəsilə bunu yuxarıdan aşağı havasının itməmək üçün bunu qarışdırırıq. Biz bu qarışığımızı əlavə edirik listimizə. Əgər istəyirsinizsə ki, biskvitimizin şişi yatmasın, havalı olsun, köpü necə köpürsə o cürünə də qalsın.
Heç vaxt listi yağlamayın. Yanlarını heç vaxt yağlamayın. Dibinə də bir damcı yağ vurun, elə belə alladıcı. Əgər yağ vursuq, o yağ qoymayacaq ki, biskvitimiz qalxsın, şişsin. Sürüşdürüb aşağı aparacaq. Bu da bizim sirrimiz. Aha, əlavə edirik. Bismillahirrahmanirrahim. Əlavə etdik listimizə. Göndərəcəyik sobaya. Biz getdi sobaya. Burada pişsin. Biz de burada kremimizi hazırlayaq. Bax, mən bunu almışam qaymaq. Bu cür qaymaqlar bütün şirniyyat dükanlarında satılır. Aha, bu qaymaqdan almışam. Buna qatacağım qatılaşdırılmış süd. Südlə qarışdırıb üstünü dekor edəcək. Aha. Biraz ki qaymağımız qatılaşdı. Biz bura əlavə edirik qatılaşdırılmış südümüzü. Zövqa görə kim nə qədər yenə deyirəm. Əgər şirin istəyirsinizsə çox qata bilərsiniz. Az şirin istəyirsinizsə az qata bilərsiniz. Qaymağın özündə də biraz şirinliyi var. Yəni bunu da deyim biləsiniz. Qaymaqla çox dadlı olur bizim kremlərimiz. Yəni o qədər baha da deyil. Yəni bütün insanlar ala bilər yəni. Məncə bəs edər. Çox şirin də lazım deyil. Gözəllərim. Mən bura qatılaşdırılmış südümü də əlavə elədim. Yəni zövqdən asılıdır. Bir də belə bir şeylər. Əgər istəyirsinizsə ki, kremvüz dondurma dadında olsun. Bax, belə bir şeylər də satılır şirniyyat dükanlarında. O yəni çox baha deyil. Bundan da alıp kremə əlavə edə bilərsiniz ki, dondurma dadında olsun sizin kremvüz. Bax belə. Bunun çiyələklisi var, karamellisi var, albalısı var. Nə cür nə istəyirsiniz o dadda da var, satılır. Bütün şirniyyat dükanlarında satılır. Bu da bizim qaymağımız, qatılaşdırılmış südümüz. İndi bundan bir paçka əlavə edəcəm ki, dondurma dadında olsun bizim. Bax, bilsinlər ki, tökdüm. Ay mənim gözəllərim, bax bunu da əlavə elədim. Qatılaşdırılmış südümüzü də əlavə elədim qaymağımıza. İndi bunu çalacaq. Mənim gözəllərim, bu da bizim dondurma dadında qaymaqlı kremimiz. Baxın, gör necə qatı, necə bərk. Nə forma istəsiniz bundan qoya bilərsiniz, nə dekor istəsiniz bundan düzəltmək olar yəni. Baxın, bax, heç bir yerə nə axmır, nə düşmür. Baba, bu bizim kremamız. Qaymaqlı, dondurma dadında, qatılaşdırılmış süd tərkibində olan kremimiz. Yəni bununla hansı bir dekoru istəsəz, tortda düzəldə bilərsiniz. Bax belə. Aha, bunu bayaq yadımdan çıxdı sizə demək. Ay mənim gözəllərim. Bunu bir başqa qaba əlavə edin, balaca fincana. Üstünə atdı ilıq su, ya qaynanmış suda, qaynanmış su. Əl yandırmayan dərəcədə bunu həmən sunan açın. Açın, sonra qaymağa əlavə edin. Bunu birbaşa qaymağa əlavə etsək, yəni içində pesoklar əriməyə bilər də. Yəni ki, o cürlə. Bayaq yadımdan çıxdı bunu sizlə bölüşmək. Bunu atdı suda həll edirik. Çox suda yox ha, biraz suda. Həll edirik. Qaynanmış, əl yandırmayan suyla. Sonra qaymağımıza qatıb çalırıq. Bu qədər. Ay mənim gözəllərim, baxın, bu da bizim başa gələn tortumuz. Üstü şokoladlı, qaymaq kremli. Evdə bazar günü hazırladığım uşaqlar üçün sadə biskvitli tortumuz. Siz də eləyin, uşaqlarınız nuşcanlıqla yesin. Yetər ki, həvəsiniz olsun etməyə. Sağ olun. Gələn reseptlərlə görüşənə qədər. Mənim biskvitim pişdi. Mən onu iki yerə böldüm ortada. Arasını şirələdim. Evdə kompot varsa kompot şirəsinə. Yoxdursa qaynanmış ilıq suya pesokla qatıb eləyə bilərsiniz. Südü varsa südlə
nəmləndirə bilərsiniz. Sonra həmən çaldığım kremlə bunun üstünü kremlədim. Aha. Evdə mənim şokolatım var. İndi o şokolatı əridib, qannaj eləyib tortumu şokolatlayacağam. Bax bu cür şokolatlardır. Yenə də şirniyyat dükanlarında satılır. Bunu əridib, qannaj edib tortumu şokolatlı edəcəm. Uşaqlar çünki şokolatlı sevir. Aha. Həmin şokolatdan atdım mən. Bir damcı qaynamış sütü əlavə elədim. Ərisin olsun qannaj. Qannaj olsun. Tortumuzu əlavə edək. Gözəl. Aha, mənim gözəllərim. Baxın. Bizim şokolatımız əridi. Oldu qannaj. Tortumuza soyandan sonra əlavə edib şokolatlı tort edəcək. Aha, evdə bir ləpə qozumuz varsa, damla şokolatımız varsa, belə üstünə də qata bilərik. Aha. Qaymağımızı əlavə etdik qabımıza. Əvvəl bunu köpürüb çalacağıq, sonra buna qatılaşdırılmış süd qatacağıq. Kimin ürəyə nə qədər istəyir, o qədər qata bilər. Yəni şirin istəyirsinizsə, qatılaşdırılmış südü çox qatın. Əgər şirinsiz istəyirsinizsə, az da qata bilərsiniz. İndi mən bunu köpürüm, sonra qatılaşdırılmış süd əlavə edəcəm.